Mən gənclərə tövsiyə edirəm, çox diqqətli olun, ata-ana sizdən narazı olmasın. Çox diqqətli olun. Bir ömür ibadəti yandırıb kül eləyir ananın ahı, atanın ahı. Olmaz insan ata-anasına sayğısız olsun. Olmaz, yol verilməz bir şeydir. Quran buyurur, uf da deməyin. İmam Sadiq buyurur ki, ufdan yumuşaq söz tapsaydı Allah onu deyərdi. Uf bilirsən nədir? Səni valideyn döyür, təhqir eləyir, uf da demə deyir cavabında. Narahatçılığı ifadə eləmə. O səni vurduqca sən can denən ona. Amma ki bizdə valideyn yazıq heç vurmağa fürsət tapmır. Oğul az qalır valideyni döysün. Adını bəzən din adı qoyur, İslam adı qoyur. 5 gündür namaz qılır, evdə hamı kafirdir. İndi yavaş-yavaş anlat, başa sal, əxlaqınla, davranışınla onları hidayət elə. Ata içki içəndi, qoy içkisin içsin, amma yavaş-yavaş başa sal. Əxlaqınla başa sal, dava ilə başa salma. Bütün elədiyi haqqı danmaqla olmaz. Atanın övlad boynunda haqqı böyüdür, ananın övlad boynunda haqqı böyüdür. Din bu şeylərdən başlanır, sadə münasibətlərdən başlanır. Mən hərdən danışıram bəzi şeylər, sonra görürəm ki, o məsələlərə yol həmişə sadə şeylərdən keçir. O yüksək məqamlara insan çatmaq istəyirsə, sadə bildiyi şeylərə gərək əməl eləsin. Odur ki, valideyninə ehtiram çox mühümdür, çox həssas məsələdir. İnsana valideynin insandan razı olsa xoşbəxt adamdır. Allah valideynə yaxşılığın xeyrini elə bir şəkildə verir ki, insan gözləmədiyi mükafatı dünyada da alır, axirətdə də alır. Allah imtihan eləyir, bəzən onlar qəzəblənə bilər, bəzən bizə haqsız söz deyə bilər, min cür hadisə ola bilər, amma insan gərək desin ki, bu qırmızı xətdir, bunu keçmək olmaz. Bunu keçmək olmaz. Valideynə haqq olmaq olmaz. Onun qabağında o yan-bu-yan söz deyir, tikə, bunu çox eşitmişsiniz, bir qabdan çörək yeyirsə atası ilə, anası ilə övlad bir qabdan, əlini uzadır, ata uzatdığı tikəni oğul götürürsə birdən təsadüfən haqqı valideyn olur, təsadüfən olsa verir. Gör, nə qədər məsələ incədir. Diridirlərsə sayğı göstər, dünyadan köçüblərsə yad elə. Məscidə gəlirsən, deyirəm, bugünkü məclisimin savabını anama bağışladım. Bugünkünü atama hədiyyə elədim. Ya addımlarımın savabını ona bağışladım. Gündə məsələn bir qədər Quran oxuya bilirsən, Quran oxuyasan, namaz qıla bilirsən, namaz qılasan, ata-anaya hədiyyə eləyəsən. Bu çox mühüm məsələdir. Valideynə təşəkkür.